Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bugündən ziyarətçilərin istifadəsinə verilib. Ölkə başçısı İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq ziyarətçilər şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər. Zəfər Muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq. Noyabrın 12-sindən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-a dək açıq olacaq. Azərbaycan vətəndaşları üçün bilet qiymətləri belədir. Məktəb yaşlı uşaqlar ödənişsiz, tələbələr üçün 1 manat, böyüklər üçün 5 manat, xarici ölkə vətəndaşları üçün uşaqlar 6 manat, böyüklər 15 manat. Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və 1-ci, 2-ci qrup əlilliyi olan vətəndaşların muzeyi ziyarəti isə ödənişsiz qaydada olacaq.